Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən Azərbaycan Refinery Company Qapalı Səhmdar Cəmiyyətinin təkər emalı zavodunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyektdə yanğın su hovuzu və yanğın su hidrantları mövcud deyil, həmçinin daxili yanğın kranları quraşdırılmayıb, elektrik təsərrüfatı, elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun quraşdırılmayıb, istehsalat və inzibati bina, istilik və havalandırma sistemləri ilə təmin edilməyib, obyekt ilkin yanğın söndürmə vasitələri ilə tam komplektləşdirilməyib, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib və siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri Bakı-Quba yolunun 27-ci kilometrində yerləşən Azərbaycan Refinery Company Qapalı Səhmdar Cəmiyyətinin təkər emalı zavodunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.